Bu canlıya bir dənə baxın. Baku bas boydadır. Axı nəyə görə Antarktida ətrafındakı dərin sularda yaşayan heyvanların hamısı bax belə nəhəng olur? İndi deyəcəm, amma öncə kanala abunə ol və video like etməyi unutma. Bunun adı qutb gigantizmidir və həqiqətən inanılmaz bir hadisədir. Dəniz canavarı ölçüsündə bir canlı yaratmaq üçün əsas iki şey lazımdır. Birincisi, böyümək üçün kifayət qədər vaxt. Məsələn, bu nəhəng kalmar əsasən Cənub okeanının dərinliklərində yaşayır. Orada suyun temperaturu daim donma nöqtəsinə çox yaxındır. Soyuğun soyuducuda əti daha uzun müddət qoruduğu kimi burada da canlıları qoruduğunu düşünün. Çünki aşağı temperatur kimyəvi reaksiyaları sözün əsl mənasında yavaşladır. Metabolizmin yavaş işləməsi onların daha uzun yaşamasına və illərlə yavaş-yavaş böyüyərək bu cür ölçülərə çatmasına səbəb olur. Üstəlik bunu daha az enerji və qida ilə elə bilirlər. Məsələn, normal bir dəniz hörümçəyi cəmi bir neçə millimetr ölçüdə olur, amma Antarktida ətrafında dəniz hörümçəkləri demək olar ki, yemək boşqabı boydadırlar. İkinci vacib faktor isə böyük bədəni işlədəcək enerji mənbəyi. Canlı böyüdükcə hüceyrələrin yaşaması üçün daha çox oksigen lazımdır. Bu heyvanların bəxtindən buz kimi soyuq sularda molekullar daha yavaş hərəkət edir və buna görə də su daha çox həll olmuş oksigen saxlaya bilir. Elə buna görə də alimlər düşünür ki, dərin və buzlu sularda yaşayan canlılar daha böyük bədənləri dəstəkləyə bilir və bu cür saxlaya bilirlər. Okeanlarımızın dərinliyində gizlənən daha çox belə canlılar barədə videolar görmək istəyirsənsə, o zaman kanala abunə olmağı və videonu like etməyi unutma.